Biznes səhifəsi belə olmaz. Zəif biznesləri tapıb yüksəldirik. Gün 1. Bəzi biznes səhifələrini analiz etdim. Oradakı səhvləri görüb özlərinə yazdım. Geri dönüş edənlər olmadı. Geri dönüş edənlər də təşəkkür dedi, amma maraqlanmadılar. Aha, bir geri dönüşümüz oldu. Kişiyə təmizlik səhifəsi bizə geri dönüş etdi. Görək nə deyir? Salam qardaşlar, vaxtınız xeyir olsun. Siz düz vurğuladınız. Səhifəmizə son zamanlarda aktivlik düşüb. Paylaşımlara bəyənli gəlməyən satışlarımız yoxdur. Bizə kömək edə bilərsiniz. Bu səhifə sahibi ilə, bu biznes sahibi ilə sabahlar görüş təyin edəcəyik. İlk öncə gəlin bu səhifənin vəziyyəti ilə tanış olaq. Bir biznesin loqosu belə olmaz. Bu loqo ölüb, solub. Əgər bu səhifənin sahibi bu loqonu dəyişməyə icazə versə, dəyişəcəyik. İcazə verməsə də buna biraz canlılıq qatacağıq. Bu getdi. Bioqrafiya hissəsi çox qarışıqdır, çox səliqəsizdir. Burada dəyişilməlidir. Hekayə qapaqları səliqəsizdir. Bura bir dizayn əli dəyməlidir. Vizual görünüş qarışıqdır, dağınıqdır. Nə deyiş bilinmir. Burada dəyişilməlidir. Biznes səhifəsi belə olmaz. Bu səhifənin sahibi ilə sabahlarım görüşüb, kontent strategiyası hazırlayacağıq. Bu biznesin, bu səhifənin dəyişimini birlikdə izləyək. İzləmədə qalın.